Bütün sevdiyim tərəvəzləri bir tavada bişirdim, ortaya ləzzətli əcəb sandal çıxdı. İlk öncə yumru formada doğradığım badımcanların hər iki üzünü yağda qızardıram. Sonra həmin yağa ətləri əlavə edib biraz qovururam. Dadlı olduğunun sirri əti ayrıca qızardılmasıdır. Eyni şəkildə tərəvəzləri doğrayıb tavaya qat-qat şəkildə yığıram. İlk öncə soğanı, kartofu və əti düzürük. Badımcan və pomidoru sonda əlavə edirik ki, bişərkən əzilməsin. Sonda ədviyyatını və göyərtini vurub, üzərindən 1 stəkan açılmış tomatı və 1 stəkan suyu vurub, vamodda bişməyə qoyuruq. Əsl sulu və ləzzətli əcəb sandal yemək istəyənlər üçün ideal reseptdir. Mütləq hazırlayın. Hazırlanması görünüşündən daha asandır. Narahat olmayın. Əgər bu cür milli reseptləri sevirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik!